Her vaxtınız xeyirli olsun değerli izleyiciler. Bugün sizlerle birlikte dondurma dadında çok güzel teksturaya malik bir krem hazırlayırıq. Bunun için 2 stakan yarım sütümüzü bir qazana əlavə etdik. Üzerine 2 yemek kaşığı nişasta, 2 yemek kaşığı un, 5 yemek kaşığı şeker tozu ve 1 adet yumurta sarısını əlavə edib yaxşıca qarışdırırıq. Karıştırdıktan sonra ise vam odda yavaş yavaş karıştırarak pişiririk. Karıştırma prosesini hiç dayandırmırıq. Çünkü dayandıracağımız zaman dibi tutabilir. Ona göre de dayanmadan karıştırırıq. Ve kaynadıktan sonra artık hazır olmasını necə bilə bilərik? Karıştırmaqda çətinlik çəkəriksə, el yorularsa demek ki artık hazırdır ve kaynayan zamanda içeriye doğru köpüyle içeriye doğru partlayacak. Videoda da görürsünüz son halı bu şekildedir. Çok katılaşıp karıştırmağa çətinlik çəkirik ve altını söndürüp içerisine 50 gram kərə yağı, 1 paket vanil əlavə edib yaxşı qarışdırırıq. Kərə yağını da əridirik. Kərə yağımız da əridikdən sonra isə başqa bir qazana əlavə edirik. Çünki qazanımız hələ də istidir, dibini tuttura bilər, eyni zamanda soyma prosesini gecləşdirə bilər. Bu səbəbdən də başqa bir qazana əlavə edib üzərini streç kağızla, klokla və yaxud da bir pingvin vasitəsilə yaxşı örtürük. Heç bir yerindən hava ala bilməsin. Və bu kloku gördüyünüz kimi birbaşa kremin üzərinə yapışdırıram. Hündürdən də qoymuram. Çünki sırazu qaysaqlana bilir. O soyuyan ərəfədə biz də krem şantimizi hazırlayırıq. Bunun üçün 2 paket, yəni 150 gram krem şantinin üzərinə 1 stakan soyuq süd əlavə edirəm və yaxşı qarışdırıram. Qarışdırdıktan sonra isə kremdə soyuyur. Kremlə krem şantini birləşdirib təkrar mikserdən keçirdirəm və artıq hazırdır. Hazırlayan hər kəsə indidən nuş olsun. Qeyd edim ki, videonun bu qədər uzun olmağının səbəbi odur ki, YouTube'un politikasına uygun olarak 3 dəqiqədən qısa videoları video formatında paylaşmaq olmur. Yalnız short videosu halında paylaşmaq olur. Bu səbəbdən də videolarım 3 dəqiqədən daha uzun bir müddətdə olur. Əgər qısa versiyada izləmək istəyirsinizsə, o zaman shortlara da baxa bilərsiniz. Bu arada bu kremlə çox gözəl, rəngarəng videoda da görürsünüz keksləri. Bir güzel tort hazırlayacağım. Videonun sonunda tortun hazır halında göreceksiniz. En kısa zamanda o videonu da montajlayıp sizin için paylaşacağım. İsteseniz onu da izleyebilirsiniz. Bu formatta videoların devamını görmek istəyirsinizsə kanalıma abone olmağı ve videolarımı like etmeyi, bildirişleri açmağı unutmayın. Növbəti videolarda görüşmək diləyilə özünüzə yaxşı baxın. Hələlik.